Gəlin növbəti 2 iPhone 17 qalibini birlikdə müəyyənləşdirək. Artıq yeni il də yaxınlaşır. Yeni ilə doğru məncə düşünürəm ki, bu iPhone 17-lər, zikr avtomobilləri insanlara bir hədiyyədir həqiqətən də. Biz 1-ci dekabrın 10-una, yəni 71-ci tirajın qalibini təyin edəcəyik və bir daha da vurğulayaq ki, bizim qalibimizin seçilməsi prosesi də xüsusilə süni intellekt tərəfindən həyata keçirilir. Qalibi seç düyməsi görürük. Baxın, o düymə sıxılır. 10 saniyəlik geri sayım başlayır və 10 saniyədən sonra süni intellekt qalibin son 2 rəqəminin nömrəsinin son 2 rəqəmi bağlı olmaqla baksel nömrəsini ekranda göstərir. Və artıq 4 saniyə qaldı əziz izləyicilər. 3 saniyə, 2 saniyə, 1 saniyə. Təbrik edirik. 71-ci iPhone-un sahibi 55-345-36 baksel nömrəli istifadəçi oldu. Bir daha nömrəsini səsləndirəm. 55-345-36 baksel nömrəli istifadəçi 71-ci iPhone-un sahibi oldu. Təbrik edirik. Keçid alaq 72-ci iPhone-un qalibini müəyyənləşdirməyə. Yəni dekabrın 11-nə olan bizim qalibimiz görək kimdir? Qalibi seç düyməsini sıxaq. Və 10 saniyəlik geri sayım bir daha başlayacaq. 8, 7, 6, 5, 4, 3, 2, 1, 0. Təbrik edirik əziz izləyicilər, əziz istifadəçilər. Məhz bizim növbəti iPhone 17 qalibimiz 55-774-70 baksel nömrəli istifadəçidir. Bir daha nömrəsini səsləndirəm. 55-774-70 baksel nömrəli istifadəçi 72-ci iPhone-un qalibi oldu. Təbrik edirik hər iki qalibimiz də. Elə biz canlı yayımdan sonra qaliblərimizə zəng vuracağıq və onları təbrik edəcəyik. Dəyərli izləyicilər, əziz istifadəçilər, məhz siz də, baxın, o zənglər sizə də gələ bilər. iPhone 17, zikr avtomobili və finalda Porsche Cayenne siz də qazana bilərsiniz. Bunun üçün qeyd etdiyim kimi, elə indi mütləq şəkildə 3 üsuldan istifadə edib şans proyektlərini aktivləşdirirsiniz. Yəni, hansı daha rahat üsuldursa, o üsuldan istifadə edib 1 manat ödəniş edirsiniz və yaxud da ki, şansınızı artırmaq üçün daha yüksək şans halları olan bizim şans proyektlərimizdən istifadə edirsiniz və lotereyamızda iştirak edirsiniz. 2 gün sonra biz yenə sizi məhz 15 dekabrda burada gözləyəcəyik. Çünki biz daha 3 iPhone 17 qalibini müəyyənləşdirəcəyik. Gələn buraxılışlarda, gələn canlı yayımlarda görüşənədək. Xudahafiz.